Əlifba ilə nağıl. A hərfi ilə nağıl. Alaca adlı ayı balası. Meşədə Alaca adlı bir ayı yaşayırdı. O ağacda ən al-qırmızı almaları axtarırdı. Bir gün Alaca ağacda al-qırmızı böyük bir alma gördü. Alaca ayağının altına daş qoyur ki, almaya əli çatsın. Ana ayı Alacaya dedi: "Ağıllı düşün, ağacı silkələ." Ana ayı və Alaca ağacı silkələdilər. Alma yerə düşdü. Alaca həm alma yedi, həm də ağıllı davrandı və nağıl sona çatdı. Göydən 3 alma düşdü. Biri mənim, biri Alacanın, biri isə nağılı dinləyənin. Əziz uşaqlar, gəlin A hərfi ilə öyrəndiyimiz sözləri tanıyaq. Alaca, alma, ağac, ana ayı. Əziz dostlar, kanala abunə olun. Videoları bəyənin və paylaşın.